Pulos Həvarinin Koloslulara yazdığı məktub. Müqəddimə. Bu da Pulosun zindandan yazdığı başqa bir məktubdur. Kulosi şəhəri indiki Türkiyədə yerləşmişdi. Bu şəhərdə olan kilisada İsa'nın həqiqi şəxsiyyəti barədə sual çıxmışdı. Aya İsa ancaq bir insan idi, yoxsa Tanrının zatına da malik olan? Ona görə də kilisa Epafroditos adında bir nəfəri onların tərəfindən təmsilçi olaraq Pulosun yanına göndərir ki, zindanda onun görüşüyünə gedib bu sualın cavabını ondan soruşsun. Pulos cavabda bu məktubu göndərir və onda İsa'nın həqiqi şəxsiyyətini açıqlayır. Fəsil 1. Tanrının iradəsi ilə İsa Məsihin həvarisi Pulos və Timoteus qardaşdan. Məsihdə, Kulosidə olan müqəddəslər və imanlı qardaşlara, atamız Tanrıdan sizə feyz və barış olsun. Sizin üçün daim dua edib, Rəbbimiz İsa Məsihin atası Tanrıya şükür edirik. Çünki sizin Məsih İsa'da olan imanınızdan və bütün müqəddəslərə olan məhəbbətinizdən xəbərdar olduq. Sizin üçün göylərdə saxlanmış ümiddən ötürü ki, onu əvvəldən həqiqətin kəlamında, yəni İncildə eşitdiniz. Necə ki, bütün dünyada olduğu kimi, sizin də aranızda eşitdiyiniz və Tanrının feyzini həqiqətən dərk etdiyiniz gündən bəri səmərə verib artır. Necə ki, onun xidmətində olan sevgili Epafrasdan öyrəndiniz ki, bizim adımızda özünü Məsihə qul etmiş əmin xidmətkardır. Və sizin müqəddəs ruhda olan məhəbbətinizdən də elə o bizi xəbərdar etdi. Bu səbəbdən də bunu eşitdiyimiz gündən sizin üçün dua edib yalvarmaqdan əl çəkmirik, elə ki, bütün ruhani hikmət və idraçda onun iradəsinin mərifəti ilə dolasınız. Elə ki, Rəbbə layiq bir şəkildə rəftar edib onu hər cəhətdən razı edəsiniz və hər yaxşı işdə səmərə gətirib Tanrını tanımaqda tərəqqi edəsiniz. Və bütün təhəmmül və səbri ələ gətirmək üçün onun şöbkətli qüvvətinə mütabiq bütün qüdrətlə qüvvətlənəsiniz və şadlıqla ataya şükür edəsiniz ki, nurda bizə iqtidar verib elə ki, müqəddəslərin mirasında şərik olaq. O bizi zülmətin hakimiyyətindən xilas edib, öz sevgili oğlunun padişahlığına köçürtdü ki, onda xilasımız var, yəni günahların bağışlanması. Və o gözə görünməyən Tanrının surətidir, bütün xilqətin ilk doğulanı. Çünki göylərdə və yerdə hər şey, gözə görünən və görünməyən onun vasitəsilə yarandı. İstər təxtlər olsun, istər hakimiyyətlər, istər rəyasətlər olsun, istər iqtidarlar, hər şey onun vasitəsilə və onun üçün yaranıb. O, hər şeydən irəlidir və hər şey onda qaimdir. Bədənin, yəni kilisanın da başı elə o özüdür. O başlanışdır, ölülər arasından ilk dirilən, elə ki, o özü hər şeydə birinci olsun. Çünki atanın kefi bu idi ki, bütün doluluq onda sakin olsun və onun vasitəsilə hər şeyi özü ilə barışdırsın və onun çarmıxının qanı ilə barış hakim etsin, istər yerdə olan şeyləri, istər göylərdə olan şeyləri. Və sizi də, gərçi bir zamanlar fikirdə, Tanrı ilə yad və düşmən və pis əməllərdə idiniz, indi öz cismani bədənində ölüm vasitəsilə barışdırıb ki, sizi Tanrıya müqəddəs, ləkəsiz və məzəmmətsiz təqdim etsin. Əgər siz doğrudan iman əsasında möhkəm və sabit durasınız və eşitdiyiniz İncilin ümidindən caymayasınız ki, göy altında olan bütün xilqətə vəz olundu və mən Pulos onun xidmətkarı oldum. İndi mən sizin xatiriniz üçün çəkdiyim əzablara sevinirəm və Məsihin zillətlərindən artıq qalanı onun bədəni, yəni kilisa üçün öz cismimdə tamamlayıram. Mən də Tanrının sizin üçün mənə əta etdiyi vəzifəyə görə kilisanın xidmətçisi oldum ki, Tanrının kəlamını kamil bir şəkildə yerinə yetirim. Yəni o sirri ki, əsrlərdən və nəsillərdən gizli idi, lakin indi onun müqəddəslərinə zahir olub.
onlara ki Tanrı iradə etdi ki, qeyri-yəhudilər arasında olan bu xidmətin şövkətinin dövlətliyini bildirsin. Yəni sizdə olan Məsihi ki, şövkətin ümididir. Biz də Məsihi elan edib, bütün hikmətlə hər kəsə nəsihət verib, təlim veririk ki, hər kəsi Məsihdə kamil təqdim edək. Onun üçün mən də zəhmət çəkirəm və içimdə qüvvətlə işləyən qüdrətinə mütabiq cəhd edirəm. Fəsil 2. Çünki istəyirəm biləsiniz ki, sizin Laodikiyədə olanların və üzümü şəxsən görməyənlərin hamısı haqqında nə böyük bir mübarizə edirəm. Elə ki, onların məhəbbətdə birləşmiş ürəkləri təsəlli tapsın ki, kamil etimadın dərkindən gələn hamı dövlətliyə yetişsinlər ki, Tanrı sirrinin həqiqi bir mərifətini səmərə verir, yəni Məsihin özünü. Ki, onda hikmət və mərifətin bütün xəzinələri gizlədilib. Bunu ona görə deyirəm ki, heç kəs sizi qane edən mübahisələrlə yoldan çıxarmasın. Çünki cismən qayib olsam da ruhən sizin yanınızdayam və sizin yaxşı inzibat və Məsihə olan imanınızın möhkəmliyini görməkdən kef edirəm. Beləcə, Rəbb Məsih İsanı necə qəbul edibsiniz, eləcə də onda rəftar edin. Onda kök salıb və bina olunub öyrəndiyiniz kimi imanda möhkəmlənin və şükranlarla dolub daşın. Diqqətli olun ki, heç kəs sizi Məsihə əsasən yox, boş hilə və fəlsəfəyə, insanların hədislərinə və dünyanın ibtidai üsullarına əsasən əsir almasın. Çünki Məsihdə uluhiyyətin bütün doluluğu bədəncə sakindir. Siz də onda kamil olubsunuz və o hər rəyasət və iqtidarın başıdır. Və onda əllə olmayan xətnə ilə xətnələndiniz. Yəni Məsihin xətnəsi ilə cismani təbiətin bədənini özünüzdən ayırdınız. Və təmiddə onunla bərabər bastırıldınız və onu ölülərdən dirildən Tanrının işinə iman gətirməklə onunla bərabər də dirildiniz. Və təqsirlərinizdə və cisminizin xətnəsizliyində ölü olduğunuz zaman Tanrı sizi onunla bərabər diriltdi və bütün günahlarımızı bizə bağışlayıb. Və əmrlərə əsasən ziddimizə olan və bizimlə düşmənçilik edən borcun sənədini ləğv etdi və onu aradan qaldırıb çarmıxa mıxladı. Rəyasətlər və iqtidar sahiblərini silahlarından soyub, Məsihin vasitəsilə onlara qalib gələrək onları açıqca rüsva etdi. Buna görə qoymayın heç kim yemək və ya içmək üzündən və ya bayram və ya hilal və ya səbbət günü üzündən sizə hökm etsin. Bunlar gələcək şeylərin kölgəsidir, lakin bədən Məsihə aiddir. Qoymayın heç kəs təvazökarlıq və mələkpərəstlikdən şövq alıb sizi caizənizdən məhrum etsin. Bu belə adam gördüyü röyaları danıb, səbəbsiz öz cismanı ağlı ilə şişir və başa möhkəm yapışmaz ki, bütün bədənin ehtiyacını verib, məfsəllər və bəndlər vasitəsilə bədəni birlikdə saxlayır və Tanrının verdiyi böyüməklə böyüyür. Əgər siz Məsihlə ölüb, dünyanın ibtidai üsullarından qurtulubsunuz, bəs nə üçün dünyaya aid olan kimi yaşayıb, özünüzü elə əmrlərə müti edirsiniz ki, deyir, toxunma, dadıma dəymə. Ki, hamısı da istifadə etməklə aradan gedən şeylərdir. İnsanların əhkamlar və təlimlərinə görə qayırma dindarlıq, təvazökarlıq və bədənə əziyyət vermək baxımından bunlar zahirən hikmətli görünürlər, lakin nəfsin təmpərvərliyinin ziddinə heç bir faydası yoxdur. Fəsil 3. Beləcə, əgər Məsihlə dirilibsiniz, yuxarıdakı şeyləri axtarın ki, orada Məsih Tanrının sağında oturur. Fikrinizi dünyəvi şeylərin üstünə yox, göydəki şeylərin üstünə qoyun. Çünki siz ölübsünüz və həyatınız Məsihlə Tanrıda gizlidir. Həyatımız olan Məsih zuhur edəndə siz də onunla birlikdə şövkətdə zuhur edəcəksiniz. Buna görə yerdə olan bədəninizin üzvlərini iffətsizliyə, napaçlığa, hava həvəsə, pis arzulara və tamaha ki, bütpərəstlikdir, ölü güman edin. Bu şeylərə görədir ki, Tanrının qəzəbi gələr. Və siz də
onlarda yaşadığınız zaman bir zaman onlarda rəftar edirdiniz. Amma indi siz də onların hamısını bir yana qoyun. Qəzəbi, geyzi, kini, iftiranı, ağzınızdan çıxan incidən sözləri. Bir-birinizə yalan deməyin. Çünki siz köhnə məniyyəti və onun bütün əməllərini soyunub özünüzdən atıbsınız. Və təzə məniyyəti geyinibsiniz ki, onu yaradanın surətinə bənzər təzə bir mərifətə yetişmək üçün təzələnir ki, onda Yunanlı, Yəhudi, xətnəli, xətnəsiz, bərbər, iskit, qul və azad yoxdur. Hamı və hamı da Məsihdir. Bundan ötürü, Tanrının seçilmiş, müqəddəs və əzizləri kimi, şəfqətli, mehriban, başı aşağı, həlim və səbirli bir ürəyi geyinin. Bir-birinizi təhammül edin və bir-birinizi əfv edin. Hər birinizin birisindən şikayəti varsa bağışlayın. Rəbb sizi bağışladığı kimi siz də gərək elə edəsiniz. Və bunların hamısından əlavə məhəbbəti geyinin ki, kamil birliyin bağıdır. Qoyun Məsihin barışı, ürəklərinizdə hakim olsun ki, onun üçün də bir bədəndə çağırıldınız. Və şakir olun. Qoyun Məsihin kəlamı bütün dövlətliyi ilə sizdə sakin olsun. Bir-birinizə bütün hikmətlə təlim və nəsiyyət verib, məzmurlar və mahnılar və ruhani nəğmələr və ürəklərinizdə şükürlərlə Tanrıya oxuyun. Sözdə və əməldə nə edirsiniz, hamısını Rəbb İsa'nın adında edin və onun vasitəsilə Ata Tanrıya şükür edin. Ey arvadlar, Rəbbə layiq olduğu kimi ərlərinizdən itaət edin. Ey kişilər, arvadlarınıza məhəbbət edin və onlarla acı rəftar etməyin. Ey övladlar, hər şeydə valideynlərinizdən itaət edin, çünki bu Rəbbi xoşnud edir. Ey atalar, övladlarınızı hirsləndirməyin ki, məbada məyus olsunlar. Ey qullar, hər şeydə yerdəki ağalarınıza müti olun. İnsanları razı etmək üçün gözə xoş görünən xidmətlə yox, saf ürəklə Tanrıdan qorxan kimi. Nə edirsiniz? Canlı edin. Adamlara yox, Rəbbə. Bilin də ki, Rəbdən miras həcrini alacaqsınız. Siz Rəbb Məsihə xidmət edirsiniz. Kim haqsızlıq etsə, etdiyi haqsızlığın əvəzini alacaq. Tərəfdarlıq da əsla olmaz. Fəsil 4. Ey ağalar, qullarınız barəsində ədalət və insaf görsədin, bilin ki, sizin də göydə bir ağanız var. Özünüzü duaya vəqf edin və onda şükürlə oyaq olun. Həmən halda bizim üçün də dua edin ki, kəlam üçün Tanrı bizə bir qapı açsın və Məsihin sirrini elan edim ki, onun xatirinə də zindana düşmüşəm. Elə ki, onu vazih bir şəkildə necə ki gərəkdir bəyan edin. Xaricdəkilərlə hikmətlə rəftar edib, hər vaxtı qənimət bilin. Qoyun sözünüz həmişə feyzli olsun. Duz qatılmış kimi olsun ki, hər kəsə necə gərək cavab verəcəyinizi biləsiniz. Sevgili qardaş və əmin xidmətkar və Rəbdə həmkarımız olan Tixikos, hamı əhvalımı sizə bildirəcək. Mən onu ancaq bunun üçün sizin yanınıza göndərdim ki, siz bizim əhvalatımızdan xəbərdar olasınız və ürəyinizə təsəlli versin. Əmin və sevgili qardaş Onsimos da ki, sizdəndir, onunladır. Onlar sizə buranın hamı əhvalatını bildirəcəklər. Mənimlə birlikdə məhbus olan Aristarxos da sizə salam göndərir. Həm də Barnabanın bacısı oğlu ki, onun barəsində sizə sifariş olub ki, əgər yanınıza gəlsə, onu qəbul edin. Və Yostos çağırılan İsa da, xətnə əhlindən ancaq bunlar mənimlə Tanrının padişahlığı üçün həmkardırlar və mənə təsəlli veriblər. Sizdən olan Epefras ki, özünü İsa Məsihin qulluğuna vəqf edib, sizə salam göndərir və hər zaman dualarında sizin üçün cəhd edir ki, siz Tanrının bütün iradəsində kamil yəqinlə kamil dayanasınız. Onun haqqında şəhadət verirəm ki, sizin üçün və Laodikiya və Hirapolisdə olanlar üçün çox qeyrətlidir. Sevgili Həkim Luqa və Dimas da sizə salam göndərirlər. Laodikiyada olan qardaşlara salam göndərin. Nimfa və onun evində olan kilisaya da.
Bu məktub sizin aranızda oxunduqdan sonra Laodikiyəlilərin kilisasında da oxunsun, siz də Laodikiyədən gələn məktubumu oxuyun. Arxiposa deyin, Rəbdə sənə tapşırıldığı xidmətə diqqət et ki, onu başa çatdırasan. Mən Pulos bu salamı öz əlimlə yazıram. Həbsdə olduğumu yadınızda saxlayın. Feyz sizinlə olsun.